Bir də qiymətə fikir verməyin. Qiymət çox ucuz Bax, qəşəng dediniz, bu qiymətlər biraz fikir verməyin. Niyə görə? Burada qiymət də çaşdıra bilər. Çox ucuzdan qorxun. Çox ucuzdan qorxun ki, kampaniyamız var tutaq ki deyək də. Burada görürsüz, yəni elə qəşəng endirimlər olur. Bu bir, amma bu demək deyil ki, kimdəsə orta qiymətdirsə, baha qiymətdirsə mütləq yaxşı müəllimdir. Bu da yoxdur. Bu kriteridir. Bununla tapa bilməyəcəksiniz. Yəni ucuz baha ilə, baha mütləq yaxşıdır, ucuz mütləq pisdir, onu da demək olmaz. Birinci dərsə siz çox gözəl dediniz. Axı birinci dərsə, ikinci dərsə gələndə ümumiyyətlə tələbə bilmir ki, bu yaxşı müəllimdir, yox. Bunu heç nə bilmir ki, bilsin ki, bu müəllim yaxşıdır, yox. Ona görə müəllimə deyirsiniz ki, birincisi, müəllimə deyirsiniz ki, nümunə dərsi keçirsinizmi? Pullu. Amma nümunə dərsi keçirsinizmi? Bəziləri deyir, yox, mən nümunə dərsi keçmirəm. Paketin pulunu o dəqiqə birinci dərsdə alıram. Elə müəllimdən qorxun. Deməli, özünə arxayın deyil. O birinci dərsin xoşuna gəlməyib tələbənin geri addım atacağından qorxur. Mütləq nümunə dərsinə, əgər özündən arxayındırsa, nümunə dərsinə hazırlaşmalıdır. Bundan başqa, buna hə deyəndə bir dənə də cümlə deyirsiniz, hörmətli dinləyicilər. Olarmı ki, mən dərsə bir yaxşı sürən qohumumu götürüm, əmioğlumu, atamı, qardaşımı götürüm. Əgər müəllim kateqorik deyirsə olmaz, o müəllim də xatalıdır. Niyə? Nədən qorxursan?